اللهم صل على محمد وآل محمد. أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. لا حول ولا قوة إلا بالله العلي العظيم. وصلى الله على سيدنا وسيد المرسلين الذي سمي في السماوات بأحمد وفي الأراضين بأبي القاسم المصطفى محمد. وعلى علي أمير المؤمنين وعلى فاطمة الزهراء سيدة نساء العالمين وعلى الحسن والحسين سيدي شباب أهل الجنة وعلى علي بن الحسين وعلى محمد بن علي وعلى جعفر بن محمد وعلى موسى بن جعفر وعلى علي بن موسى الرضا وعلى محمد بن علي وعلى علي بن محمد وعلى الحسن بن علي العسكري وعلى المهدي المنتظر صاحب الزمان عجل الله تعالى فرجه الشريف واللعن الدائم على أعدائهم أجمعين من الآن إلى يوم الدين. أما بعد، عباد الله، أوصيكم ونفسي بتقوى الله وإدامة التفكر ونظم أمركم. بسم الله الرحمن الرحيم. قل يا أيها الكافرون لا أعبد ما تعبدون ولا أنتم عابدون ما أعبد ولا أنا عابد ما عبدتم ولا أنتم عابدون ما أعبد لكم دينكم ولي دين. Sadaqallahul aliyyul azim. Allah bəndələri, əvvəl özümü, sonra siz əzizləri ilahi təqvaya, ilahi nizam-intizama, Allah bəyənən şəkildə düşüncəyə sahib olub, günah təfəkkürün kənara qoymağa və Allah bəyənən şəkildə əməl etməyə dəvət və vəsiyyət edirəm. Allah hamımızı təqvalı bəndələrdən qərar versin. Allah aqibətimizi xeyr eləsin. Allah dünya və axirətimizi abad eləsin inşallah. Yadınızda olsa demişdim, neçə cümədir ikinci xütbədə Həzrəti Vəli-i-Əsr zamanənin namusi, varlığımız onun varlığına bağlı olan İmam-ı Zaman əleyhissalamın məhdəviyyat barəsində söhbət açırdım. Qısa danışıram ki, həm yüklənməyək, həm də fayda versin inşallah. Qeybət-i Nömani 1000 il bundan qabaq yazılan bizim kitabımızdır. Həzrəti İmam-ı Zaman əleyhissalam haqqında yazılan 4 kitabdan biridir. Şeyx Nömaninin Əl-Qeybə əsəri. 206-cı hədisdə, üzr istəyirəm, səhifə 206-da bir hədis gətirir. İmam Sadiq əleyhissalamdan gətirir. Həzrət buyurur, bir-birinizə lənət oxumadıqca, bir-birinizi yalancı adlandırmadıqca, bir-birinizin üstünə ağzının suyunu atmadıqca, bir-birinizi təkfir etmədikcə zuhur baş verməyəcək İslam aləmində. Müsəlmanlar bugün bir-birini düşmən görür, müsəlmanlar bugün bir-birini təkfir eləyir, müsəlmanlar bir-birinə bugün lənət oxuyur. Zuhurun inşallah yetişən vaxtıdır imamın verdiyi proqnoza əsasən. Çox təəssüf edirəm, təkfirdən söhbət düşdü. İslamın düşmənləri var, qeyri-dindən olan, İslamla daban düşmənçilik eləyənlər var, bugün bilirsiniz. Bir dəfə bu təkfir əhli, onlarla işi yoxdur. Bayaqki o birinci xütbə dedim, işləri, gücləri Əli əleyhissalamın xətti ilə mübarizədir və müharibədir. İmam Sadiq əleyhissalam, mən burada bir dəfə demişdim, yeri gəldi burada deyirəm, Allah nəsib eləsin, çoxuz burada ərbəin əhlidir. Allah bizi ölənə qədər ərbəindən ayrı salmasın. O bizim əqidəmizdir və bizi ayaq üstə saxlayan bir dənə həqiqətdir. Bilirsiniz, bir neçə il bundan qabaq IŞİD Suriyadan keçdi və Mosul, Tikrit, Fəllucə, İraqın bu şəhərlərin yerinə yeksan elədi. Onlar sığınmışdılar salamat qalanları Nəcəf və Kərbəla arasında Hüseyniyələrə. Ərbəyin yolunda döndük, dəvət elədilər, bilmirdim kimdir. Gördüm, dəvət elədi çaya, döndük çaya,
Allah o yılda çay içməyi hamıza nəsib eləsin. Döndük ora, gördü biz Azərbaycandan danışırıq, yaxınlaşdı Azərbaycanca danışdı bizdən. Gördüm türkməndir, Mosul türkmənidir. Dedim, siz burada nə inirsiniz? Dedilər, biz burada, bizə buranı veriblər Hüseyniyələri, il boyu burada qalırıq, da bizim evlərimiz dağılıb. Ancaq Ərbəyində çıxırıq, apardı, göstərdi. O Hüseyniyənin arxasında çadır qurub, ailə uşağın yerləşdirir ora, ailə uşağı ilə İmam Hüseynin zəvvarına xidmət eləyir. O Hüseyniyəni verir zəvvara. Dedim, onların Mosula daxil olanda bir cinayətlərin gözü ilə gördüyün bir cinayət oldu mu? Ay dünya, ay bunların gəlişi gözəl sözlərinə aldananlar. Bunu ona görə deyirəm ki, bunlar hara daxil oldu, dağıdırlar, sökürlər, xaos yaradırlar. Yəni, Muaviyyə dəstəsindən dünən gördü, Suriyada necə qətliam törətdilər. Bir ay deyil ki, Ramazan ayında məhv elədilər o qədər Ələviləri orada. Buyurur, dedi ki, mən görmək nədir? Mənim öz ailəmdə baş verən faciəni danışım sən üçün. Mən kənar çıxdım, məcbur oldum təkfir əhlinə görə. Dedi, oturmuşduq o işi hücum eləyəndə, bilmirdik. Oturmuşduq evimizdə, ailəmlə şam yeyirdim. Birdən qapılar açıldı, bir dəstə üzü bağlı, əli silahlı adamlar girdi içəri. Hamımız qorxumuzdan qalxaq ayağa, qalxanda böyük qızımın başın süfrə üstə qılıncla vurdular. Baş düşdü süfrəyə. Mən bunu danışıram, kimlərəsə pis təsirləsə üzr istəyirəm. Yəni, insanlıq bu qədər dəyərdən düşər. Deyir, baş düşdü süfrəyə, qızımın bədənindən axan qan doldu yemək kasalarımıza. Ailəm keçdi mənim arxama, küncə hamı qışqırır, əlimi vermişəm qabağıma. Aldı ikinci qızımı, söykədi divara, xəncəri söykədi boğazını. Dedi, oturub o qızın qanın içməsi samızı qıracaq. Mənim öz qızımın qanını özümə içirdilər. Bu təkfir əhli budur. Müsəlmanın canı, malı, namusu Allah yanında möhtərəmdir. Sən kimsən məhkəmə qurmamış, günahın ispat eləməmiş, La ilahə illallah deyəni, Muhammedur Resulullah deyəni, qibliyə namaz qılanı, Quran oxuyanı nə haqdan öldürürsən, ay mənə müşrik deyən müşrik. Sən niyə kül üfürürsən cəmaatının? Niyə Allahın həqiqi dinində olanı öldürürsən? Bu bir zuhurun əlamətlərindən. İmam Sadiq aleyhissalam buyurur, İnnə hadəl əmr ayəsu ma yəkun. Deyir, bu təkfirçilik, bu qarışıqlıq, bu hərc-mərc o qədər böyüyəcək. Möminlər az qalacaq naumid ola. Bizim birinci vəzifəmiz naumid olmamaqdır. Necə? Çünki Nəlləhə la yuxliful miyad. Allah verdiyi vədiyə xilaf çıxmaz. Allah deyir, göndərəcəm, cahan şümul bir imam göndərəcək. Naumid olmayaq. Gözləyək, bu bir proqramdır inşallah. Zuhur astanasında imam buyurur. Bunlar nədir? Zuhura qədər baş verən hadisələrdir. Qarşıda bizi gözəl bəhslər gözləyir. İmam buyurur, İmam Sadiq Aleyhisselam buyurur, zuhurda qəfil ölümlər çoxalacaq. Həzrət buyurur, Salman İbni Xalid deyir, Səmiyyütü Əba Əbdillah hədisini özünü oxuyuram, İmam Sadiq ağadan eşitdim. Yəqul, Quddaməl qaim mavtan, balam məhdi gələnə yaxın 2 dənə ölüm hadisələri baş verəcək. Onlar nədir? Mavtun əhmər və mavtun əbiyyat. Dünyada ağ ölümlər və qırmızı ölümlər başlayacaq. Ağ o nədir? Əl-mavtul əbiyyat ət-taun. Ağ ölümlər, epidemiyalar başlayacaq. Kütləvi xəstəliklər başlayacaq. Vəl-mavtul əhmər, bir də qırmızı ölümlər, əs-seyf, silahlar. Qırmızı ölümlə bir tərəfdən qıracaqlar insanları silahlarla, bir tərəfdən də epidemiyalar. Təzə qutarmışıq da pandemiyadan. Əli Aleyhisselam bu barədə hədis buyurur, əlavə olaraq. Buyurur ki, bu hədisin eynisi Əli Aleyhisselamla da var. Amma Əli Aleyhisselam buyurur ki, Beynə yədəyil qaim mavtun əhmər və mavtun əbiyyad və cəradun fi heynihi və cəradun fi qeyri heynihi. Həzrət buyurur, bu 2 dənə əlamətdən də başqa,
vaxtında və qeyri vaxtında çəyirtkə sürüləri basacaq dünyanı. Keçən il, o birisi il Məkkə Mədiniyə gedənlər adamın başının üstünə Kəbədə və Peyğəmbər hərəmində çəyirtkələr tökülürdü. Yaz başlayan kimi tökülürlər onlar. Əmməl mevtul əbyəd fətta, onu oxudum, o biri sözlər eyni təkrardır. İqtisadi cəhətdən acınacaqlı hal yaranacaq yer kürəsində. İmam Baqir əleyhissalam buyurur: "Labuddə ən yekuna quddaməl qaim sənətun təcu fihin nas." İmam, mənim balam Məhdinin gəlişinə az qalmış, yer kürəsində aclıq baş verəcək. Bəzi ölkələr bugün içməyə su tapa bilmir. Atçılıqda da çox yerdə su yoxdur da, duzlu su, düzdür. Su içməyə tapa bilmirlər. Bu saydıqlarımız dünyada insanların əli ilə baş verir. Zülm, aclıq, hörmətsizlik, çılpaqlıq, bunlar insanların haqları tapdalanmaq, bunlar insan əli ilə baş verir. Amma bir də təbiət hadisələri olacaq. Bunlar insan əli ilə baş verir. Bir də təbiət hadisələri baş verəcək. Hədis buyurur. Zəlzələlər baş verəcək, qəfil ölümlər çox olacaq, yağış vaxtında olmayacaq, yağış gələndə də fəlakət gətirəcək. Allah bu yaxınlarda o fəlakətdə də dünyasını dəyişmişlərə rəhmət eləsin. Yazdır, yağış gəlir, rəhmət yağışı gəlir, sel gəlir, yuyub aparır, evləri aparır, insanları aparır. Yub'atu fi ümmeti ala ixtilafin minən nas və zəlazil. Hədisin mənasını oxumda özünü oxumuram. Həzrət buyurur, bu hadisələr baş verəcək. Başqa hadisələr də var, fitnələr baş verəcək, da onu getmirəm, mən nəticə alıram. Biz niyə zuhur gözləyirik? Bax, məqsəd, zuhuru ona gözləyirik ki, bu saydığımız hadisələr yer kürəsindən təmizlənsin. Günahlar uzbatından günah qəzəblər gəlməsin yer üzərində, təbii fəlakətlər və insanlar əli ilə də o dediyimiz zülümlər olmasın. Denən, nə əlaqəsi var günahlara görə bu bəlaların gəlməsi? Allah təbarək və teala Quran-ı Kərimdə Əraf surəsinin 96-cı ayəsində buyurur. Buyurur, əgər kənd və şəhərlərin əhalisi təqvalı olsalar, günah fikrindən daşınsalar, لَفَتَحْنَا عَلَيْهِمْ بَرَكَاتٍ مِنَ السَّمَاءِ وَالْأَرْضِ. Allah buyurur, yerdən və göydən bərəkət fışqırar, yer də bərəkətin çıxardar, göy də fərəcək. Əgər aclıq və fəlakət varsa, demək, kənd və şəhər əhalisi günah içindədir. Biz zuhuru ona görə istəyirik ki, bir günahsız təfəkkür formalaşacaq insanda. İnsan günahın günah olduğunu həzm eləyəcək. Günahdan iyrənəcək və yer kürəsində bərəkət yaranacaq. Hədisdə var ki, qurd quzu ilə gəzəcək. Bu mənəvi mənadadır. Yəni, heç kim güclü gücsüzün haqqını tapdalamayacaq. Hamı öz haqqına çatacaq. Göy bərəkətin endirəcək. Yer xəzinələrini üzə çıxardacaq. Rifah o qədər yaxşılaşacaq ki, sədəqə verməyə yoxsul tapılmayacaq inşallah. Bəs niyə biz belə zaman üçün çoxlu dua eləməyək? İmam buyurur, çoxlu dua eləyin bizim fərəzimiz üçün ki, sizin nicatınız bizim fərəzimizdədir. Həyat bezdirici olub, bundan xilas olmaq üçün bizə zuhur lazımdır. Yeganə yol zuhurdur. İmam Sadiq əleyhissalam buyurur, niyə zuhur bəs yubanır? Niyə İmam-ı Zaman əleyhissalam aramızdadır, özün tanıtdırmır bizə? Mən İmam-ı Zamanım, onda qeybətin mənası olmaz. Bir, ikincisi, Həzrət İmam Sadiq ağa buyurur, Yusuf Peyğəmbər Misrin əzizi idi. Misirlə Kənanın arası 10 gecəlik yoldur. Bəzi hədisdə 18 gecə. Piyada 18 günə getmək olar Kənana, Misirdən Kənara. Yusuf Peyğəmbər da əzizdir də, ikinci adam idi ölkədə. Minərdi atın qoşunla, gedərdi atasının görüşünə. Gedə bilərdi, Seyid gedə bilməzdi. Düzdür. Amma niyə getmir, qeybətdə qalıb? Allah izin vermir getməyə. Bax, İmam-ı Zamanı dərk eləmək üçün Qurandan dəlil ha. İkinci şəxsdir, ölkənin əzizidir, şahıdır. Allah izin vermir, atası orada gözləyir, qardaşları gözləyir, ora getməyə, qeybətdə qal, gizlində qal. Aha. Misir, qardaşları gəlir Misrə, hələ o getmə yox. Qardaşları gəlir Misrə, Yusuf Peyğəmbərlə otururlar, görüşürlər. Yusuf Peyğəmbərə Allah izin vermir ki,
de qardaşlar, və mən Yusifəm. Allah qəribə bir imtihan edir həm atanı, qardaşları, həm Həzrəti Yusifi. O da imtihan dövrünün başa çatmasını gözləyir Həzrəti Yusif. Əmrə itaət edir. İmam-ı Zaman da qeybət pərdəsində Həzrəti Yusif kimi Allahın əmrini gözləyir inşallah. Aha, o zaman ki Allah izin verdi, qeybət dövrü başa çatdı, Yusif çıxdı dedi, mən Yusifəm, ənə Yusuf. Allah izin verəndə. Sonra İmam Sadiq ağa buyurdu, Həzrəti Məhdinin vəziyyəti də öz qeybəti dövründə Həzrəti Yusifin vəziyyəti kimidir. Məhdi cəmaatdan uzaq deyil, Həzrəti Yusif kimi cəmaatın içindədir. Cəmaatın arasında gəzir, evlərə daxil olur. Qurban olum sənə ya İmam-ı Zaman. Bizim də günahkar da olsaq, ayağı qoyasan evlərimizə inşallah. Evlərə daxil olur. Məscidlərə daxil olur, Xanım Zəhra məclisinə, İmam Hüseyin məclislərinə, evlərinizdə Əli süfrələrini, İmam Hüseyin süfrələrini qoymayın tətil ola. Evlərə daxil olur, amma onu tanımırlar. Axı demişdim, İmam-ı Zamanın qeybəti o demək deyil, oturub bir tutucağında. Yanlış deyiblər məhdəviyyatı bizə. İmam-ı Zaman, ya biz onu görürük, biz onu görmürük, o bizi görür, və yaxud da görürük, tanımırıq. Zuhur vaxtında çox adam deyəcək, mən bu nurlu çöhrəni neçə dəfə görmüşəm. Buyurur, özüm tanıtmağa icazə yoxdur. Qeybət imtihanı başa çatanda, Allah izin verəndə deyəcək, ənə bəqiyyətullah. Mənəm bəqiyyətullah. Və Quran-ı Kərimdə Allah Teala belə bir ayə buyurur. Buyurur, bəqiyyətullahi xeyrul ləkum. Biz xeyr duası ilə, Allah mənə xeyr ver, xeyr ver. Allah balalarıma xeyr ver. Allah dünya və axirət xeyri nəsil. Deyim, ən böyük xeyr nədir? Quran buyurur, bəqiyyətullah xeyrul ləkum. Sizin üçün ən xeyr bəqiyyətullahdır. Allahın saxladığıdır. O da Həzrəti Vəli Yəsirdir. Nə olacaq o gələndə? Misrə baxın, filminə ki, baxıbsınız, oxumaq ola bilər. Həzrəti Yusif dünya aclıq çəkəndə Misrə ayağını hara qoydu? Misir cənnətə döndü ya yox, abadlıq, bolluq, problemsiz həyat İmam-ı Zaman əleyhissalam da belə olacaq. Necə Həzrəti Yusuf ayağını qoydu, Misir cənnətə döndü, İmam-ı Zaman əleyhissalam zuhur eləyən kimi dünya cənnətə dönəcək. Allah həmin günü tezləşdirsin və bizi o zuhurun iştirakçılarından qərar versin inşallah. Allah ölənlərimizin, şəhidlərimizin ruhun bu cümə günü bizdən şad eləsin. Allah aqibətimizi xeyr eləsin. Dünya və axirətimizi abad eləsin. Möminlərin sıxıntı və müşküllərini asanlıqla əvəz eləsin. Allah bacarıb istəyə bilmədiyimiz xeyirləri mömin-möminiyə nəsib eləsin. Allah aqibətimizi bir daha deyirəm xeyr eləsin inşallah. Bismillahirrahmanirrahim. Qul huvallahu ahad, Allahus samad, lam yalid və lam yulad və lam yekun lahu